Salam əziz izləyicilərimiz, bu videomuzda sizinlə ekran yazan proqramlardan biri haqqında danışacağıq. Ekran yazmaq, yəni ekranda olan məlumatların videosunu çəkmək, videosunu hazırlamaq. Siz bunun vasitəsilə müxtəlif video dərslər və s. hazırlaya bilərsiniz. Bunun üçün əvvəlcə daxil olaq internet brauzerimizə və həmin proqramlardan birini kompüterimizə yükləyək. Yəni bunun üçün əvvəlcə bizə bir proqram lazımdır. Google-da adını yazıb axtarış versək, gördüğünüz bu proqram da adı artıq elə ilk sırada çıxdı. Üzərinə klikləyirik. Birinci yerdə çıxan bu saytı görürsünüz. Yəqin ki, bu linkə daxil olursunuz. Yükləmə yerinə daxil olursunuz. Birincini yox, şəkil göstərən proqram lazım deyil bizə. İkinci yerdə dayanan proqram lazımdır, capture olan proqram. Və yanında yükləmə bölməsi var. Gördüyünüz kimi proqramın yaddaşı çox kiçikdir. Bir məsəl var. Balaca boyu var, dan boyda toyu var. O elə sanki həmin kəlmələr bu proqram haqqında deyilib. Ölçüsünün kiçik olmasına baxmayın, funksiyonallığı çox böyükdür. Elə birincidən yükləyə bilərsiniz exe olan faylı. Bir də arxivator falan axtarmayasınız. Yüklənir gördüyünüz kimi kompüterimizə. Yaddaşı az olduğuna görə çox sürətli yüklənəcək. Üzərinə 2 dəfə sol düyməni tıklayırsınız. Bizdən razı olmadığını soruşur əməliyyat sistemimiz. Razıyıq. Davam et düyməsini klikləyərək bir neçə dəfə razı olmadığınızı soruşacaq. Hamısında razı olduğunuzu bildirərək davam edirsiniz. Və sonunda proqram kompüterinizə yüklənəcək və işə hazır vəziyyətə gələcək tam olaraq. Ancaq biz sona qədər getməyəcəyik, çünki bizim kompüterimiz artıq yüklənmiş vəziyyətdə var. Bir də onu silib təkrar yükləməyik. Ona görə də biz burada saxlayırıq, amma siz saxlamırsınız. Mən razıyam vurub davam edirsiniz axırına qədər. Və proqramımızın yüklənməsi bundan ibarətdir. Çox rahat yüklənir, asanlıqla təqribən 3-4 dəqiqə vaxtınızı alacaq. Rahatlıqla proqram kompüterinizə yüklənib quraşdırılmış olacaq. Və proqram yükləndikdən sonra belə bir yarlıq çıxacaq qarşınıza. Bu həmin proqramın yarlığıdır. Şəklinə diqqətlə fikir verin. Əgər buradan çıxmasa, proqramlar bölməsindən axtarıb tapa bilərsiniz. Yüklənmiş bütün proqramlar burada düşür, yəqin ki bilirsiniz. Bütün proqramlar bölməsi. Burada bütün proqramlar bölməsinə daxil olub həmin proqramı buradan tapa bilərsiniz. Proqramı açırsınız. Açdıqda belə kiçik bir pəncərə açılır. Pəncərəsi də çox kiçikdir. Və başlayırsınız ekranın videosunu yazmağa. Elə başlayaq bir dənə video yazaq, sizdə görəsiniz, həm də nümunə olsun sizin üçün. Video yazmaq burada gördüyünüz üzərinə baxın. Video işarəsini oxşayan bir işarədir. Lent işarəsini oxşuyur. Screen recorder gəlir üzərinə. Bunun üzərinə klikləyirsiniz. Burada sizdən soruşur ki, haranı yazacaqsınız? Bütöv ekranı mı və yaxud ekranın bütöv hissəsini mi? Biz məsəl üçün seçək bütöv ekran, amma taskbarsız. Taskbarı yazmayacaq. Bu hissəni göstərməyəcək, buradan yuxarı hissəni göstərəcək. Və yaxud hər hansı bunu seçib, özünüz dörtbucaq seçə bilərsiniz, ancaq həmin dörtbucağın içini yazar. Və s. Bu kimi funksiyaları var burada. Bu hissələri keçək, bunlara özünüzə qurtalayıb yavaş-yavaş öyrənə bilərsiniz. Biz yazaq ekran, ancaq taskbar yazılmayacaq. Və mikrofonun vəziyyətini soruşur bizdən. Təbii ki, kompüterinizdə quraşdırıqlı bir mikrofon olmalıdır, yoxsa sizin səsiniz çıxmayacaq. Ya kompüterin öz mikrofonu əgər varsa və yaxud yoxdursa, kənardan ona mikrofon quraşdıra bilərsiniz. Mikrofonu quraşdırdıqdan sonra əgər kompüteriniz həmin mikrofonu görmürsə, onu buradan daxil olub seçirsiniz hansı mikrofonu quraşdırmışsınızsa adı gəlib çıxacaq bura. Burada üstünə klikləyib təsdiq düyməsini vurarsınız. Bu qeydlərini çox da girməyin. Əgər alınmasa sonra videonun aşağısına yazarsınız, kömək etməyə çalışarıq. Və rekord düyməsinə klikləyib yazmağa başlayırsınız. Rekord. Artıq gördüyünüz kimi ekranın o yazılacağı hissəni taskbardan yuxarı bir dənə qırmızı xətt çəkdi, buranı yazmayacaq. Və burada start düyməsini vuraraq yazma işinə başlayırsınız. Bizə də göstərir ki, əgər hər hansısa böyütmək istəsəz, F5 düyməsindən istifadə edirsiniz. Biz yazanda bəzi yerlərdən istifadə edəcəyik, həmin o F5 düyməsindən siz də öyrənmiş olarsınız. Və Ctrl F10-dan istifadə edə bilərsiniz, saxlamaq üçün və yaxud davam etmək üçün. Onu burada aşağıda bir şey olacaq, ondan istifadə edək. Ctrl F10-u yadınızda saxlamasınız olar. Start düyməsinə vuraq və başlayaq yazmağa. Baxın, burada var, komandalar var, bunlardan istifadə edə bilərik. Artıq ekranımız yazılır, videomuz yazılır. O videonu da açıb baxanda da görəcəksiniz. İstənilən bir şey eləyə bilərik artıq burada. Məsəl üçün Word-u açıb, Word haqqında dərs hazırlaya bilərik. Microsoft Word proqramını açırıq. Bunun haqqında nə istəsəz danışa bilərsiniz, nə istəsəz hazırlaya bilərsiniz. Burada artıq proqram işləyib vəziyyətdədir. Məsəl üçün, burada hər hansısa bir xırdalığı izah edirsiniz, hər hansı bir xırdalığı istəyirsiniz, oranı böyüdəsiniz. Burada danışa-danışa bir əlinizlə F5 düyməsini klikləyirsiniz. Baxın, F5 düyməsi klikləndə belə yaşıl bir çərçivə yaranır burada. O yaşıl çərçivənin içərisi böyümüş vəziyyətdə görsənəcək sizdə. Böyüdülüb. Ancaq yaşıl çərçivənin içi görsənir azdır və böyümüş vəziyyətdə.
və hara hərəkətlədirsəz, baxın ora doğru hərəkətləyir. Yox, istəyirsiniz təkrar əvvəlki vəziyyətinə qayıtsın, bütün ekranı yazsın, təkrar F5 düyməsinin üzərinə klikləyərək əvvəlki ekranı yazmağa davam edirsiniz. Nə vaxt hər hansı böyütmək lazım olsa, tez F5 düyməsinin üzərinə klikləyirsiniz, həmin hissə böyümüş olur. Diqqətli olun, yadınızdan çıxıb videonun axırına qədər belə qalmasın, çünki ancaq bu hissə yazılacaq, digər hissələr görünməz qalmış olacaq. Və bu qədər asandır bu proqramla video yazmaq. Videonu yazıb bitirdikdən sonra, dərsiniz bitdikdən sonra burada gördüyünüz bu düymənin üzərinə klikləyirsiniz. Bu sonuncu kvadrat formasının o düymə. Üzərinə klikləyirsiniz. Burada sənələr göstərir. F5'in zoom olduğunu göstərir. Sizə bir daha Ctrl F10'u xatırladır həmçinin. Həmçinin burada videonuzun yaddaşını yazır. Nə qədər yaddaş istifadə edib artıq və vaxtını yazır. Nə qədər vaxt ki, siz artıq video çəkməyə başlamışsınız. Və buradan videomuzu saxlayırıq. Save düyməsini təbii ki, klikləyirik yaddaşa yazmaq üçün. Kompüterimizin yaddaşı açılır. Desktopda saxlayaq biz. Desktopda videomuzun adını yazaq. İlk video dərsi. Və yadıma düşmüşkən deyim, proqramın bir dənə nöqsanı var. Nöqsanı ondan ibarət ki, ad məsələsində çox həssasdır. Çox da uzun uzadı adlar yazmayın bura. Sonra lazım olsa kompüterinizdə adı dəyişərsiniz. Və bir də sırf Azərbaycan şriftlərindən istifadə etməyin. Yəni Ə, Ö, U, Ü, Ş, I, Ğ bu kimi hərflərdən istifadə etməyin. İngilis hərflərindən istifadə edərək adı yazın. Yoxsa yazdığınız videoda nəsə problem. Videonun özündə yox, yaddaşı yazma mərhələsində burada problem yaşaya bilərsiniz. Problem yaşamamaq üçün İngilis şriftlərindən istifadə edərək yazın. Sözlər arasında boşluq əvəzinə tire qoya bilərsiniz. Save düyməsindən vuraq və başlayaq yazmağa. Baxın. Və videomuz hazırdır. Hətta açıb bizə də göstərdi videonu. Biz istəmədik oradan açılsın. Gəlib buradan özümüz baxarıq. Buralara harası bir yerə düşdü. Bəli, gəlib düşüb bura. İlk video dərsin dərsi. Açaq və baxaq. Vuraq və başlayaq yazmağa. Baxın, burada var, komandalar var. Bunlardan istifadə edə bilərik. Artıq ekranımız yazılır, videomuz yazılır. O videonu da açıb baxanda görəcəksiniz. İstənilən bir şeylə proqramı açırıq. Bunun haqqında nə istəsəz danışa bilərsiniz, nə istəsəz hazırlaya bilərsiniz. Burada artıq proqram işləyib vəziyyətdədir. Məsəl üçün, burada hər hansısa bir xırdalığı izah edirsiniz, hər hansı bir xırdalığı istəyirsiniz, oranı böyüdəsiniz. Burada danışa-danışa bir əlinizlə F5 düyməsini klikləyirsiniz. Baxın, F5 düyməsi kliklərində belə yaşıl bir çərçivə yaranır burada. O yaşıl çərçivənin içərisi böyümüş vəziyyətdə görsənəcək sizdə. Böyüdülüb. Ancaq yaşıl çərçivənin içi görsənir hazırda və böyümüş vəziyyətdə. Və hara hərəkətlədirsəz, baxın orada Həmçinin burada videonuzun yaddaşını yazır, nə qədər yaddaş istifadə edib artıq və vaxtını yazır. Nə qədər vaxt ki, siz artıq. Beləliklə də videomuz artıq hazırdır. Belə bu şəkildə video hazırlanmış formada olur. Video tam baxılmağa hazırdır. İstədiyiniz yerə götürüb bu videonu yükləyə bilərsiniz və yaxud hər hansı bir qovluğun daxilinə yaza bilərsiniz. Belə dərsə başlamışkən tez yekunlaşdırmaya bu proqramın bəzi digər maraqlı xüsusiyyətləri də var. Məsəl üçün video açılır. Bu proqramın bəzi maraqlı xüsusiyyətləri də var. Nədən ibarətdir? Məsəl üçün ekranın şəklini çəkmək. Video çəkmirsiniz, şəkil çəkirsiniz. Baxın, götürürsünüz bunu. 1, 2, 3, 4-cü düymədir. İstədiyiniz yerin və xətlər də sizə kömək edir. Hətta gördüyünüz kimi istədiyiniz yerin şəklini rahatlıqla çəkə bilərsiniz ekranda. Məsəl üçün buradan aşağı olan hissənin şəklini çəkək. Bu hissənin şəklini çəkmək istəyirsiniz. Şəkil çəkildi və hazır vəziyyətdədir. Həmin şəkildə müəyyən bir ad qoyub İlk şəkli yazaq, saxlaya bilərik burada. Baxın, bu da həmin şəklimiz. Ekran şəklini çəkə bilərsiniz. Sonra bundan başqa, bəzi əyri-üyrü hissələrin şəklini çəkmək istəyirsinizsə, onda bu düymədən istifadə edə bilərsiniz. Baxın, bunun yanındakı düymədən. Tutaq ki, nəsə harası bir şəkil var, üzərində nəsə bir söz yazılıb. Bu söz yazılan hissəni seçmək istəyirsiniz. Göstərim hissə, yəni formada. PowerPoint-imiz açılsın. Buradan tutaq ki, bu hissəni ofis sözünü kəsib götürmək istəyirsiniz və yaxud ofisdən aşağıdakıları götürmək istəyirsiniz, MS qalsın, MS götürmək istəmirsiniz, onda bundan istifadə edə bilərsiniz. Bunu gətirirsiniz. Sağ aşağı küncədə baxsaz, orada sizə xəttin hərəkətlədiyi yeri göstərir. Xətt tarafından hərəkətləyir. Əgər hansılarınızsa Photoshopla işləyibsə, orada da belə bir alət var. İki dəfə klikləyirsiniz və salam, həmin hissə artıq kəsilmiş oldu. Şəkli 2 yazaq buna da. Artıq
Artıq desktopda yaddaşda saxlanılıb. Hardadır? Bura gəlib düşüb. Gördüyünüz kimi yuxarı hissədə MS sözünü götürmədi, ancaq Office hansı hissədə hərəkətləndirmişiksə, ancaq həmin hissəni kəsib götürüb. Bundan əlavə daha maraqlı bir funksiyası var. Tutaq ki, siz ekranın şəklini çəkmək istəyirsiniz. Ancaq ekrandakı məlumat biraz böyükdür. Ekranın şəklini çəkmək istəyirsiniz. Ancaq ekrandakı məlumat biraz böyükdür. Baxın, görüm elə bir məlumat burada varmı? Varsa yəni şəkli göstərsəm daha yaxşı yadınızda qalar. Şəkildə test saat nədirsə. Burada mesela bir şey var. Tutaq ki, bu səhifənin, bütöv səhifənin şəklini çəkmək istəyirsiniz. Ancaq bütöv səhifənin şəklini belə çəkə bilmirsiniz təbii ki, çünki səhifə böyükdür. Bir yerə yerləşmənə görə. Bunun üçün nə edirsiniz? Buradakı bu gördüyünüz aşağıya oxşarı olan düyməni götürürsünüz. Üzərinə kliklədirsiniz. Sonra kontrol düyməsini basılı saxlayırsınız. Və mausun sol düyməsində belə bir dörtgün çəkirsiniz. Mausun sol düyməsində. Kontrol düyməsini artıq buraxa bilərsiniz. Belə bir dörtgün çəkirsiniz, saxlayırsınız burada. Biraz yuxarıda saxlaya bilərsiniz. Sonra mausun sol düyməsini basırsınız və kursoru aşağıya doğru hərəkətlendirirsiniz. Hara qədər şəklini çəkmək istəyirsinizsə. Birinci səhifəmiz bitəndə biz saxladıq. Biraz gözləyirsiniz, özünüz çəkəcək şəkli. Biraz səbirli olursunuz və yaxud da escape düyməsini də vura bilərsiniz. Əgər gördüyünüz səbriniz çatmır, şəkli çəkmir, escape düyməsini vura bilərsiniz. Kursor yanıb sönür, ona görə çəkmir özü. Kursoru söndürsək çəkər. Çəkdim. Burada yazaq uzun şəkil. Uzun şəklimiz, baxın uzun şəklimiz hazırdır. Bütöv vərəqin şəklini çəkib. Çox da yaxşı vəziyyətdə çəkməyib. Bunun səbəbi nə oldu? Axırda orada kursor yanıb sönürdü onun yanında. Səbəbi oldu. Çəkim bir də göstərim. Sonra deyirsiniz ki, müəllim başımızı alınır. Yalandan proqramı tərəflədi, heç nəyə də yaramadı. Basılı saxlayırıq düyməni, yox, başqası idi. Bunu kontrol basılı saxlayırıq. Biraz çəkəndən sonra kontrol artıq buraxırıq, kontrol lazım deyil bizə. Elə burada saxlayaq. Sol düyməni klikləyib, çəkirik aşağıya doğru, çəkirik və escape-i basırıq. Uzun şəkil 2 yazaq buna da, yaddaşa yazaq. Buralarda neredəsə, buradadır. Baxın, bu artıq normal, keyfiyyətli olan bir şəkildir. Yuxarıdan başlayıb, tam səhifənin yuxarı tərəfindən, səhifədə nə var idisə hamısının şəklini çəkib. Bura qədər çəkmişdik, burada saxlamışdıq, ona görə bura qədər çəkdi. Əgər davam eləsəydik, axırını da çəkə bilərdi. Proqramın əlavə digər funksiyaları da var. Görürsünüz, burada düymələr çoxdur. Yaddaşı yazmaq və yaxud birbaşa kopyalamaq. Hətta istəsəz kəsdiyiniz şəkilləri, buradan kəsdiyiniz şəkilləri birbaşa Word-ə, PowerPoint-də, email vasitəsilə göndərmək, Excel-ə və s. göndərə bilərsiniz. Bu kimi funksiyalar var. Bu proqramın sazlamasıdır. Buradan daxil müəyyən sazlamaları icra edə bilərsiniz. Xəttkeş göstərmək, nə bilim, buradan səs parametrləri və s. digər şeylər tənzimləyə bilərsiniz. Əgər hər hansı bir sualınız olarsa, probleminiz yaranarsa, videonun aşağısına yazırsınız. Bildiklərimizi hər zaman öyrətməyə hazırıq. Bu dərslik bu qədər. Sağ olun, növbəti dərslərdə görüşənə qədər.